Hello, salam. Dişimi nə ilə fırçalayacağım? Efiki tapdım və edirəm. Hadi bakalım başlayalım. Turşu. Turşunu fırçalamaram çünkü sirçə, duz üçün, amma sevirəm yenə də turşunu. Onun üçün də sən 6-ya. Sabun. Qətiyyən yox, 8. Xeyr. 10. Acı stotla. Acı stot sevirəm. Çox sevirəm həm də. Fəqət dişimi acı stotla fırçalamaram. Onun üçün də səni 4-ə. Balığı da sevirəm. Ən çox yekə balıqları sevirəm. Sümüyü yekə olanlardan. Fəqət balıq və ya balıq suyu ilə dişimi fırçalamaram. Onun üçün də səni 7-yə. Darçın da bu. Hə, darçın. Darçını toz darçını nasıl fırçalayaram? Həm mən eşitmişəm ki, bilmirəm doğru xəbərdirmi, yanlış xəbərdirmi? Eşitdiyimi deyirəm ki, darçını tozuna diş fırçalayanda diş həm sağlam olur, həm ağarır. Bilmirəm təbii ki, doğru xəbərdirmi, yanlış xəbərdirmi? Diş həkimlərini çox xahiş edirəm. Yazın görüm. Doğru xəbərdir, yoxsa yanlış xəbərdir? Təbii ki, fırçalayaram. 2. Ay, 1-ə qoydum, ev yaxdı. Saska. Saska da xoşuma gəlir, fəqət o qədər sevmirəm, suyuna da dişimi fırçalamaram. 5. Bal. Balı sevirəm, fəqət dişimi fırçalamaram, çünki şirin. Məcbur qalıb eləyərəm bəlkə də. Oy, təbii ki 9. Bu nədir? Bu nədir? Sən nəyisən? Hə? Nəyisən sən? Ay, kaş balı 2-yə qoysaydım. 10 dənəsində sadəcə 1 dənəsində eləyərəm. O da darçın tozundan. Bu arada mən diş fırçamı, diş pastamı TR şirkətində alıb istifadə edirəm. Bilirsiniz ki, TR şirkətində 2017-ci ildən bəri çalışıram və mənim qruplarım da var. Qoşulmaq istəyən hər bir insan 18 yaşdan 65 yaşına qədər ev xanımları, tələbələr, iş bəyləri, iş xanımları, yəni 18 yaşdan 65 yaşına qədər hər bir insan çalışa bilər. Çalışma istəyən insanlar, ciddi olan insanlar videomu altında və ya mənə şəxsi yazsın, çox xahiş edirəm. Parti için gəlsin mi, gəlməsin mi? Videomu altında yazın. Videomu bəyənməyə, kanalıma abunə olma, videomu paylaşmayı unutma. Özünüzə yaxşı baxın. Bay bay.